hündür boylu ağacın başında çayxanaya rast gəlmisinizmi? Yəqin ki, bu sual sizi təcrübələndirəcək. Amma belə bir çayxana mövcuddur. Özü də Masallının Xanalyon kəndində. Xanalyon Masallının uzqar yaşayış məntəqələrindəndir. Talış dağlarının qoynunda yerləşən bu kəndin sakinləri zəhmətkeş və qonaqpərvərdir. Malqara saxlayır, bağ-bostan becərirlər. Əməli, işi və fərasəti ilə bizi təəccübləndirən kənd sakini 41 yaşlı Maqsud Məslidoğlu Şirəliyev ali təhsil almasa da zəkalı və eridusiyalıdır. Hamının Şaban çağırdığı Maqsud uzun illər rayon xalq teatrının aktyoru kimi fəaliyyət göstərib. Bir sıra sənət festivallarında mükafatlar qazanıb. 13 ildir Maqsud bağbanlıqla məşğul olur. Evinin arxasındakı bağda bəslənən 38 növ meyvə, 26 növ dekorativ ağaclar onun əlinin zəhməti ilə ərsəyə gəlib. Bağda çayxana yaratmaqda isə başlıca məqsədi təbiətin qoynunda yerli sakinlərə və qonaqlara xoş istirahət bəxş etmək olub. Ən təəccüblüsü isə ondadır ki, Maqsud digərlərindən fərqlənmək, müştəriləri cəlb etmək üçün heyrətamiz bir ideyanı reallaşdırmağı bacarıb. Belə ki, çayxanaya gələn müştərilərə təkcə yerdə yox, həm də ağac başında xidmət göstərilir. Bunun üçün Maqsud 35 metr hündürlüyündə göyrüz ağacını seçib. Çay dəstgahının ağac başına qaldırmaqdan ötürü o, çox maraqlı üsuldan istifadə edir. Çay dəstgahı kanat vasitəsilə ağacda qurulmuş stol ötürülür. Məndə belə bir ideya yarandı ki, daha qeyri-adi bir nəsə yaratmalıyam ki, xalqın, millətin diqqətini daha qeyri-adiliyi ilə cəlb eləsin. Odur, gördüyünüz bu kanatı öz ideyamla tətbiq elədim. Ağacın 35 metr hündürlüyündə ağaca. Yəni kanat vasitəsilə çay gedir və gördüyünüz kimi orada adrenalini xoşlayan mənim qonaqlarım, belə deyək, mənim yerlilərim orada kanat vasitəsilə gələn çayı qəbul edərək 35 metr hündürlüyündə ağacın başında çayı qəbul edir və xoş istirahətlərini ağacın başında keçirməyə, yəni özlərinə rava bilirlər. Mənə ləzzət edir. Orada yaxşı sərin külək, yaxşı istirahat edirəm orada. Yaxşı hava qəbul edirəm. Çox hündür yerdə oturmağım da mənə ləzzət edir ki, hər yeri görürəm, ucadan. Yuxarıda otururam, bütün qonşu kəndləri görürəm. Nəyə qorxaram? Nə var ki, ora çıxmağa? Hər adam çıxa bilər ora, istirahat edə bilər, çay içə bilər orada. Ağac başında çay dəstgahına qoşulanların sayı hər gün artır. Çayxana sahibi isə hər dəfə yeni fantaziyası ilə onları heyrətə gətirməkdən zövq alır. Mahir Məmmədli, Ağəddin Babayev, Rövşən Əzimov, APA TV, Masallı.